Ruslar bunun memarıdır. Yəni müasir türk dövlətlərinin hamısı Rusiya kəşfiyyatı tərəfindən qurulub, Rusiya tərəfindən maliyyələşdirilib, onların metrosu olsun, onların prezidenti olsun, siyasətçisi olsun, təbii sərvətlərindən istifadə məsələsi olsun, yəni öz xeyirlərinə də, həmin dövlətlərin xeyrinə də burada hər şey Rusiya edib. Hər şeyi ya demirəm ha, bir-iki şeyi, hər şey Rusiya edibdir. Bu gün Bakıda metro görürsə bunu Rusiya edib. Bu gün neft buruqları görürsə bunu Rusiya düzəldib onlar üçün. Bunlar türklərin öz başı üçün deyil. Yəni Tuvada olan 30 min, 40 min Tuva türkü türk olduğunu belə bilmir. Bunlar heç bilmir nə danışırlar, nə edirlər. Bunların mədəni bir xətti yoxdur. Dünyada 30-40 min dəyəri olan bilirsiniz nə qədər millət var? Bilirsinizmi nə qədər millət var? Türkiyənin içində. Türkiyənin içində nə qədər bundan çox millət var? Avropanın içində nə qədər bundan çox millət var? Yəni bunların qurulma məqsədi nədir? Nəyə xidmət edirdi? Buna bir məntiqlə özünüz də düşünün. Və bu gün də Ruslar bu türkçülük xəttini dəstəkləyəcək. Həmçinin Türklər Birliyi, yəni Türk ölkələri birliyi də bu Rusiya tərəfindən dəstəklənən bir birlikdir. Bu təkcə Rusiya tərəfindən mi dəstəklənir? Xeyr. Başqa yerlərdə var, başqa siyasi güclər də var. Amma bunun əsas qurucusu yenə də Rusiyadır. Bunun başında Rusiya dayanır. Nəyə görə? Yenə də İranın güclənməsindən qorxurlar. Çinin güclənməsindən qorxurlar. Baxın, Türk ölkələri birliyi söhbəti bir müddət yatdı. Bunlar bir-biri ilə əlaqəsiz oldu. Bu hansı ki neftin tuğyan edən vaxtı idi. Və bunu niyə etmədilər? Çünki Rusiya sərf eləyirdi. Burada nəyinə lazımdır bir birlik yaratsın? Yəni Türklər birliyi niyə yaratsın ki Rusiya? Özü güclü idi, pulu vardı, hər şey vardı. Neft o ki aşağı düşdü, başladılar bu birliyi yaratmağa. Nəyə görə? Gördülər ki Çin güclənir, İran güclənir. İran neft düşsə də yenə öz gücünü göstərir. Yəni bu da çox güclü bir gücə çevrilir. Və yenə də başladılar ki, nəyək köhnə silahımız var. Türklərdən gəlin istifadə eləyək. Və bununla da yenidən bu türk birliyi məsələsini atırlar ortaya. Hansı ki bu görəcəksiniz. İndi danışırlar bu ki Rusiyaya belə ziyan verəcək, elə eləyəcək, belə eləyəcək. Mən sizə indidən deyirəm, bunlar Rusiyaya zərrə qədər də ziyan verməyəcək. Zərrə qədər də bir şey olmayacaq. Bunlar birləşdikcə ilk olaraq İrana problem yaradacaqlar. Əgər İran üzərində uğurlu olsalar, sonra da Çinə problem yaradacaqlar. Bu qədər sadə.